Salam əziz izləyicilər, bugünkü dərsimiz ismin şəxsə görə dəyişməsi, şəxs xəbərli şəkilçiləri. Nədir ismin şəxsə görə dəyişməsi? Əşyanın hansı şəxsdə olduğunu bilmək üçün ismi artırılan bəzi şəkilçilər var ki, həmin şəkilçiləri qəbul edən sözlər cümlədə xəbər vəzifəsində işlənir. Buna da deyilir ismin şəxsə görə dəyişməsi və həmin şəkilçilər də şəxs xəbərli şəkilçiləri adlanır. Mən burada şəxs əvəzliklərini qeyd eləmişəm, şagirdlərin daha yaxşı anlamağı üçün nümunələr üzərində daha geniş şəkildə izah edəcəm. Qeyd edirik. Mən şagirdəm. Sən şagirdsən. O şagirddir. Burada virgül olacaq oradan sonra. Biz şagirdik. Siz şagirdsiniz. Onlar şagirddir və yaxud şagirddirlər. İndi burada isimlərin sonundakı şəkilçilərə görə şəxs şəkilçilərini müəyyənləşdiririk. Görək hansı şəxsdə hansı şəkilçilərdən istifadə olunur. Burada bəzən də lar şəkilçisindən də istifadə olunur. Deməli, birinci şəxsin təkində, ikinci şəxsin təki, şəxsləri əvvəlcə qeyd edək, sonra şəkilçiləri. İndi isə şəkilçiləri qeyd edək. Altından xətt çəkmişəm. 2 cür yazılan şəkilçi. Şagirdsən, sən. Dır üstü 4 şəkilçisidir. Tələffüzdə d üstü 4 kimi tələffüz olunur. Dırdır yazılır, d üstü 4 kimi tələffüz olunur. İq üstü 4 şəkilçisi. Bu da sınız siniz yazılır, amma tələffüzdə olur. Sız üstü 4, sız siz, sus süz. Bu da yenə də eyni qaydada tələffüz olunacaq. Lar kimi də tələffüz olunur. Bu qədər. Deməli, uşaqlar, şəxs xəbərli şəkilçiləri nə məqsədlə istifadə olunur? Düzdür, mən burada şəxs əvəzliklərini qeyd eləmişəm, amma cümlədə təsəvvür eləyin ki, şəxs əvəzlikləri yoxdur. Şəxs əvəzlikləri yoxdur. Biz ismi artırılmış, ismin sonundakı bu şəkilçiyə görə bilirik ki, burada birinci şəxsin təkindən söhbət gedir. Yəni, birinci şəxsin təkinə aiddir bu şəkilçi. Şagirdəm, kim? Mən şagirdəm. Buna da görə də deyirik şəxsə görə dəyişmə. Və yaxud şagirdsən, kim şagirddir? Sən şagirdsən. Buradakı şəxs şəkilçisinə görə biz bildik ki, burada hansı şəxsdən söhbət gedir. Elə bu ehtimala görə də, buna görə də bu şəkilçilərə deyilir şəxs xəbərli şəkilçiləri. Yəni, bu şəkilçilərin sayəsində cümlədə şəxs əvəzliyi olmasa da, biz bilirik ki, cümlədə hansı şəxsdən söhbət gedir. Şəkilçilər qrammatik şəkilçilərdir. Yəni, söz düzəldən leksik şəkilçi deyil. Bu şəkilçilərin hamısı qrammatik şəkilçilərdir. Yəni, sözün formasını dəyişdirir. Şəxs xəbərli şəkilçiləri barədə onu da deyək. Məsələn, cümlədə şəxs şəkilçisi qəbul eləmiş söz, tutaq ki, mən tələbəyəm. Nəyə görə xəbərli şəkilçisi deyilir? Mən tələbəyəm deyəndə burada fikir bitdi. Artıq cümlə əmələ gəldi, düzdür? Və cümləni təhlil eləyək. Tutaq ki, tələbəyəm. Fikir bitib, cümlənin sonunda gəlib, cümlənin xəbəri vəzifəsində olduğuna görə buna deyilir, yəni ki, xəbərli şəkilçisi qəbul eləmiş söz cümlədə xəbər vəzifəsində olur. Ona görə də şəxs şəkilçilərinə həm də xəbərli şəkilçiləri deyilir. Deməli, burada tələbəyəm sözü cümlənin xəbəri oldu. Bəzən şagirdlər mənsubiyyətə görə dəyişmə ilə şəxs xəbərliyi bəzən qarışdırır. Məsələn, deyir ki, tutaq ki, burada mən tələbəyəm, buraya yazıram başqa bir nümunə. Mənim tələbəm. Mənim tələbəm.
Mənim tələbə sözü ilə mən tələbəyəm sözü arasında, daha doğrusu cümləsi arasında çox böyük bir fərq var. Mən tələbəyəm deyəndə burada fikir bitib. Artıq bu cümlə hesab olunur. İntonasiya bitkinliyi var, fikir bitkinliyi var. Amma mənim tələbəm deyəndə burada söz birləşməsi əmələ gəlib. Heç bir fikir bitkinliyindən söhbət getmir. Ona görə də bu tipli nümunələri heç vaxt qarışdırmayın. Mən tələbəyəm deyəndə burada söz sonundakı şəkilçi şəxs xəbərli şəkilçisidir. Mənim tələbəm deyəndə isə buradakı söz sonundakı şəkilçi ım üstü 4-dür. Yəni birinci şəxsin təkinin mənsubiyyətidir. Başqa bir misala baxaq. Demək burada qeyd eləmişəm. Mən yazıram, sən yazırsan, o yazır, biz yazırıq, siz yazırsınız, onlar yazırlar. İlk baxışda şagirdlərə məsələn nümunə daxilində bir də görsənici deyir, şəxs xəbərli şəkilçisi qəbul etmiş sözü tapın. Məsələn, götürür mən gəlirəm, mən gedirəm və yaxud sən gəlirsən, sən yazırsan tipli nümunələri. Uşaqlar, şəxs xəbərli şəkilçiləri ilə şəxs sonluqlarını qarışdırmayaq. Əgər hərəkət bildirilən sözə, yəni fiili artırılıbsa həmin şəkilçi, o şəxs xəbərli şəkilçisi hesab olunmur. Şəxs sonluğu hesab olunur. Əgər şəxs xəbərli şəkilçisinin tərifi budur, əşyanın hansı şəxsdə olduğunu bildirmək üçün. Amma burada hərəkət hansı şəxs tərəfindən icra olunur. Məsələn, yazıram sözündə buradakı şəkilçi hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirir. Şəxs xəbərli şəkilçisi hesab olunmur. Çünki yazmaq sözü isim deyil. İsmin şəxsə görə dəyişməsinə görə biz orada şəxs xəbərli şəkilçisini axtarırıqsa, feili götürmürük. Məsələn, mən yazıram, sən yazırsan, o yazır, biz yazırıq və yaxud mən gəlirəm, sən gəlirsən. Bu tipli nümunələr feilə aiddir və onlar şəxsə görə dəyişmiş isim hesab olunmurlar. Bunlar sadəcə şəxs sonluğu qəbul eləmiş feillərdir. Feillə işimiz yoxdur. Ancaq biz götürürük şəxs xəbərli şəkilçisi kimi hansı nitq hissələrin. Məsələn, şəxs xəbərli şəkilçiləri artırıla bilər həm ismə, həm sifətə, həm saya, həm zərfə, həm də əvəzliyə. Yəni, feildən başqa bütün əsas nitq hissələrinə şəxs xəbərli şəkilçiləri artırıla bilər. Məsələn, buradakı nümunədə, bu tərəfdəki nümunədə yazdığımda şəxs xəbərli şəkilçisi yoxdur. Bunlar şəxs sonluqlarıdır. Yəni, burada hərəkət hansı şəxs tərəfindən icra olunub, onu bildirir. Amma burada yazmışam, mən cavanam, sən cavansan, o cavandır. Sifəti artırılıb da, cavan sözü sifətdir, düzdür. Cavan sözü sifət olduğuna görə burada sifəti artırılıb. Sifəti artırılıbsa, deməli bunu götürürük şəxs xəbərli şəkilçisi. Demək, yadda saxlayırıq. Feilə əgər artırılıbsa, feildə şəxs bildirən şəkilçi varsa, bunu şəxs xəbərliyi götürmürük. Amma sifəti artırılıbsa, saya artırılıbsa, əvəzliyə artırılıbsa, zərfi artırılıbsa və ismi artırılıbsa, onu şəxs xəbərli şəkilçisi kimi götürürük.